nədə görə bilərik ki? Əlbəttə, bu zaman şagirdi həmin mühit dəstəkləmir. Ümumiyyətlə, yadda saxlayın, şagirdin dərsdə mövzunu mənimsəməsi üçün nə lazımdırsa, istər oturduğu partadan, dərsi tədris edən müəllimə qədər, hamısı dəstəkləyici mühitə daxildir. Aydın oldu? Bəli, müəllimə, təşəkkür edirəm. İndi keçək, bir dənə də sual verəcəm sizə. Baxın, Zalim müəllimə. Bir dənə baxın, məsələn, müəllim mövzunu tədris edir şagirdlərə. Davamlı olaraq danışır, davamlı olaraq özü izah edir, ancaq özü. Nə şagirddən o mövzunu almır, nə üzərində məsələlər, misallar işləmir, nə hər hansı bir tələbi yoxdur ki, ay şagirdim, ay övladım, gəl bunu işlə, baxım, görüm necə öyrənmisən. Yəni uşaqlarla heç bir əlaqəyə, ünsiyyətə girmir də. Ancaq özü danışır, davamlı olaraq özü. Bax, burada hansı tələb pozulur? Şəxsiyyət yönümlülük. Niyə? Yəni sırf özünə danışsa şəxsiyyət. Yox. Burada fərqlilik var da. Yox, şəxsiyyət yönümlülükdə milli bəşəri dəyərlərdir, idrak ünsiyyət psixomotordur. Pedaqoji prosesin tamlığı. Bəli, tamlıqdır. Bəli, tamlıqdır. Çünki müəllim işini tam görmür. Həm öyrədici, həm tərbiyə edici, həm də inkişaf etdirici xarakter daşımalıdır. Bəli. Müəllim dərsi öyrədir, həm. Baxın, mən dedim ki, davamlı olaraq ancaq özü danışır. Bu ancaq öyrətmə hissəsidir. Bəs digər hissələr, əgər danışırsa, izah etdiyi mövzunu şagirddən almalıdır, şagirdə tətbiq elətdirməlidir, davamlı məşq elətdirməlidir. Yəni şagirdlə birgə işləməlidir. Bəli, hamısı. Yəni mən əgər davamlı özüm danışsam, mən nə bilim o uşaq orada nəyə qulaq asır, fikri hardadır, öyrənə bilirmi, dinlədiyini başa düşə bilirmi? Mən bilmirəm axı, şagirddən xəbərdar deyiləm. Ona görə mən gərək davamlı işimi görən zaman o üçünü də görəm. Həm öyrədəm, yəni mən özüm danışam, izah edəyəm. Həm şagirdə burada ardıcıllıqla var da, baxın, öyrədəndən sonra tərbiyə edici burada mövzunun tərbiyəsindən gedir söhbət. Mövzunu öyrətmək, mövzunu şagirdə mənimsətmək. Məsələn, keçirilən bəli mövzudur. Tutalım kimyadan siz hansısa bir elementdən danışırsınız, o elementin məsələlər üzərində, xassələr üzərində həllindən danışırsınız, onu tətbiq edirsiniz. Bax, tətbiq etmə hissəsi də tərbiyə edici. Və inkişaf etdirici də odur ki, əlavə vəsaitlərdən istifadə edirsiniz, davamlı onu işləyirsiniz, vərdiş halına gələnə qədər daima onun üzərində işləyirsiniz. Bu üçü də olmalıdır. Tək biri olursa, deməli, tam formada görülmür işlər. Videoya baxmısınızsa, videoda nümunələr göstərmişdim buna aid. Məsələn, birini deyim də sizə, Zalim müəllimə, baxın, məsələn, mən tutalım ki, şagirdlərə bitkilərin vacibliyindən danışıram. Deyirəm ki, məsələn, oksigen qazını bizə təbiətə buraxır, karbon qazını, zərərli maddələri, qazları götürür. Bu, bitkilər yaşıllıq, gözəllik, görkəm üçün də vacibdir. Bitkiləri qoruyaq, bitkilər sevək, daima su verək onlara və s. Bax, bundan danışıram. Danışdığım yerdə uşaqlardan biri qayıdır mənə deyir ki, ay müəllimə, bəs bizə deyirsən, amma sən bax da pəncərənin qabağında güllər solub, niyə onlara bir dəfə su vermirsən? Görün, bu necə qarışıq bir vəziyyət aldı. Mən dediyimdən etdiyim üst-üstə düşmədi. Yəni, gərək mən deyirəmsə, həm də onu edəm. Baxın, inkişaf etdirici, tərbiyə etdirici nədir? Elədiyim şeyin tərbiyəsini də etməliyəm. Yəni, biz deyirik, yaxı, şagirdlərə nə qədər desək də faydası yoxdur. Gərək bir dəfə eləyək, görsün. Yəni, tərbiyə edici bu məqamda gəlir ortaya çıxır ki, elədiyimizin gərək tətbiqini də göstərək. Oldu? Pedaqoji prosesin tamlığı. Bəli. Oldu burada tamlıq. Son dəfə bir dənə də sual verəcəm sizə Zalim müəllimə. Deməli, müəllim şagirdlərə, məsələn, Nizami Gəncəvinin, tutalım ki, İskəndərnamə poemasından danışır, İskəndərnaməni danışır və orada obrazları rollu oyunlarla göstərməklərini tələb edir. Bax, burada hansı tələb qorunur, yerinə yetirilir? Bunu cavab verə bilməsəniz. Necə, müəllimə, uşaq imkan vermədi. İskəndərnamə poemasını şagirdlərə müəllim keçir dərsdə və deyir ki, ay uşaqlar, hərəsinə bir obraz verir də, obrazları rollu oyunda canlandırmağı tələb edir. Obrazları rollu oyundan canlandırmaq. Elə bu rollu oyunlara aiddir da, rollu deyirlər, elə bir... Adı nədir? Tələb olaraq. Dəstəkləyici mühitə aiddir də bu.
Bax, bayaq dedim, ha, bunu bilməsəniz. Ona görə dedim, bilməsəniz. Çünki 2 saatdır şəxsiyyət yönlülük deyirsin hamısına. Bax, bu da şəxsiyyət yönlülükdür. Burada təhsil alanın psixomotor fəaliyyəti göstərilir Bəli, də əsas. bəli. İdrak ünsiyyət psixomotor deyir ya. Necə? Maraq istedad idi də, mən səhv eləmirəmsə orada. Yox, burada psixomotor bacarıqlardır. Baxın, deyirəm axı, əsəri oxuyur, sonra səhnələşdirir. Həm idraki baş verir, idraki beyində Bəli. canlandırır, sonra Bəli. hərəkətə çevirir. Bəli. Həm səhnələşdirmə burada. Hətta ünsiyyət də olur. Bəli. Ünsiyyət də olur da. Bəli, hər biri olur. Ünsiyyət səhnələşdirmə olur. zamanı. Bəli, baxın Birlikdə. şəxsiyyət yönlülükdə belə bir şey var da. Bir işin içərisində çoxlu işlər görülür. Məsələn, obrazda, bir səhnələşdirmədə bir çox iş baş verir. Obrazda canlandırırlarsa, bu onun hərəkətidir, bədən üzvüdür. Canlandırdığını başa düşüb də orada söhbət nədən gedir? Oxuyur, oxuduğunu beynində idrak edir, sonra eləyir. Bu idrak hissəsidir və onu canlandıran zaman danışır. Dil üzvləri burada hərəkət edir. Ona görə burada dil danışır. Öyrənmişəm. Amma belə anlamlarını bilmirdim də, sadəcə əzbərləmişəm. Videoda videoya baxmamısınız. Bəs anlamlarını orada hər birinin nümunələrlə izah eləmişəm. Elə burada dediyim nümunələrdən hələ bir çoxu orada var. Videoya diqqətli baxın. Düzəlmə, mənim imtahanı az qalıb. Çalışın, vaxtınız kitabı oxumağa vaxtınız yoxdursa belə, kitabı oxumağı çox tələb eləmirəm, çünki orada mürəkkəb, qarışıq cümlələr çoxdur da. Yəni mütləq oxumalısınız. Yəni bu o demək deyil ki, kitab oxumayın. Amma əgər başa düşmürsünüzsə, iki işin birini görməlisinizsə, əgər ya kitab oxuyub ya videoya baxmalısınızsa, onda videoya baxın. Yəni əgər o qədər vaxtınız yoxdursa, birini edə bilirsinizsə videoya baxın. Çünki video daha loru dildə izahlarla verilib də sizə. Kitabdan oxuyub gərək onda ikinci dəfə videoya baxasınız. Kitabdan oxuyan çünki bir dəfəyə mövzunu başa düşə bilməz. Kitabda deyəsən qarışdırıram, mən kitabda, amma dinləyəndə bilirəm. Kitabdan bəli, biraz mürəkkəbdir. Kitabdan oxuyandan sonra gəlib bir dəfə videoya baxasınız, ya onun izahını kimsə edə sizə. Mən də ona görə bəs videonu göndərdim ki, oxuyandan sonra videoya baxın, oradakı nümunələr artıq açıqlanır sizin üçün. Aha, sonra bir dənə də etik davranışdan sual verəcəm sizə. Baxın, müəllim məktəbə yeni daxil olur, yeni bir müəllim olaraq işə başlayır. Müəllimləri işə qəbul imtahanından yüksək nəticə toplayır və keçir imtahan prosesindən məktəbdə işləməyə. Və yeni başlayan müəllimdir, gənc müəllimdir. Bax, bu müəllim öz yaşından daha üstün müəllimlərə, illərin təcrübəsi ilə işləyən müəllimlər ona hər hansı bir səhvini nöqsan tutur. Yəni nöqsana, təhqir yox, tənqid. Təhqirə yol verə bilmərik, amma tənqid edə bilər. Tənqid edir ki, bəs burada səhvə yol verdin, bu planlaşdırmada, bax bunu gərək belə eləyərdin və s. Yəni sadəcə məsləhət görür. Və bu müəllim də gənc müəllim olmağına baxmayaraq kobud şəkildə ona cavab verir. Tənqidi qəbul eləmir. Ona deyir ki, bəs sən nə bilirsən, indi müasir dövrdə belədir, bəs mən imtahandan bu qədər bal yığmışam, bu kobud şəkildə ona cavablar verir. Bax, bu zaman hansı etik davranış qaydası pozulur? Kollektivdə münasibət. Yox. Etik davranış qaydası kollektivlə münasibətlər hissəsindədir. Mədəni davranış müəllimi. Bəli, mədəni davranış, düzdür. Doğru dediniz. Və həm rəhbərliklə, həm həmkarlarınla nəzakətli, xeyirxah, iradları qəbul etməli, bəli, tənqidi. Bəli, bax, burada düzdür. Dedim axı ki, tənqid olar, təhqir olmaz. Və ona kənardan irad bildirir. Kənardan onun hansısa səhvi, nöqsanı varsa, deyir ki, bax, bunu belə eləyərdin. Yəni, çünki qarşıma təmkinli olmaq lazımdır. Bəli. İradları, fikirləri qəbul etmək, qiymətləndirmək lazımdır. Düzgün nəticə çıxarmaq lazımdır. Əlbəttə, bəli. Bu, istər müəllim olaraq, istər kənardan sadə bir vətəndaş olaraq, yəni bizdən təcrübəsi, bəli, bizdən təcrübəsi çox olan birinin əgər nəsə deyirsə, deməli bizdən əvvəl bunu yaşayıb, bunu görüb ki, bizə deyir. Xeyrimiz üçün deyir də, bəli. Mənim keçən məsələn bir müəllimə var idi, keçən yox, 2 il əvvəl. MİQ-dən keçdi, getdi məktəbdə işlədi. Mənə bir hardasa işlədiyinin bir 2 çantası idi da. Yazdı ki, bəs yaşlı bir müəllimə var, bəs ili tamam olub da, yəni yaşı tamam olub, artıq imtahan vermir də könüllü olaraq.
Bəs o mənə belə bir şey dedi, hansısa bir problem olmuşdu. Dedi, bəs belə dedi. Mən də qayıtdım ona dedim ki, bəs onsuz da sizin yaşınız tamam olub, siz özünüz könüllü olaraq imtahan vermirsiniz. Versəniz gör imtahandan keçə bilərsiniz. Amma mən imtahandan bu qədər bal yığmışam, gəlmişəm. Deyir, düz dedim də, görsüz. Deyirəm, xeyr, heç də düz demədin. Sən balı yığa bilərsən, amma sənin o təcrübən, uşaqlarla işləməyin hələ formalaşmayıb da. Yəni sən o məktəbdə hələ yenisən. Amma bu müəllim illərdir burada işləyir. Bu uşaqların, yəni belə deyim də, bir hardasa sənin yaşından da çox yaşlı uşaqları olub, bunun tələbələri, şagirdləri olub. Yəni onu səhv dedim, bəli. Çünki burada mədəni davranış odur ki, böyüklərə hörmət də bura daxildir. Təkcə yəni kollektivlə işdən getmir söhbət. Kənardan da hər hansı bir vəziyyətdə böyüklərlə davranış qaydamız da bura daxildir. Çünki şagird bizdən onu gördükcə bizdən öyrənəcək. Yəni şagird görəcək ki, bu müəllim böyük, özündən yaşlı böyük müəllimlə belə danışırsa, deməli biz də danışa bilərik, bizə də olar. Mədəni davranış ona görə mütləqdir. Sonra, mədəni davranışa təkcə Tünzadə müəllimə bunlar daxil deyildi. Başqa nələr daxil idi? Şagirdlərlə, kollektivlə, necə deyim, pedaqoji fəaliyyətə uyğun, tələblərə uyğun rəftar eləmək, necə deyim, dövlət tələbinə uyğun, Təhsil Nazirliyinin qoyduğu tələblərə uyğun rəftar eləmək, şagirdlərlə, şagirdlər kimi heç bir şagirdlər arasında problem yaranmamalıdır, elə davranmalıdır ki, fərq qoymamalıdır şagirdlər arasında. Sonra kollektivi ilə mədəni davranmalıdır, nümunəvi olmalıdır da ki, şagird də kollektivlə onun necə rəftarını görəndə ondan nümunə götürsün. Geyiminə, keçiminə, hərəkətinə, yəni nümunəvi olmalıdır müəllimə. Bəli. Həm geyimi ilə, həm məsələn müəllim həm belə deyim də daxili aləmi ilə, danışığı ilə, tərbiyəsi ilə, səbri ilə, etikası ilə hər bir tərəfdən, həm də xarici görünüşdən. Xarici görünüş yəni müəllim olaraq müəllim nüfuzuna uyğun, müəllim nüfuzunu göstərə biləcək bir şəkildə məktəbə daxil olmalıdır. Yəni kənardan baxırıq da nə çox aşırı dərəcədə, nə də çox bəsit dərəcədə olmamalıdır. Sadəcə ortaq məxrəclə müəllim görüntüsü, müəllim obrazını canlandırmalıdır. Səliqəli şəkildə, bəli. Bəli. Səliqəli, daima ağ səliqəli ütülü sarıçkası ilə, qara yubkası ilə, yəni indi məktəblərdə çox həddən artıq var, belə bir aşırı bayağı olaraq özlərini göstərirlər də. Yəni bir dənə keçən dəfə bir psixoloq danışırdı, deyir mən məktəbə elə bilirəm ki, deyir əsasən ibtidai sinif müəllimlərini vurğulayır, çünki böyük sinifin müəllimləri az olur da, yəni eyni sinifdə. Gəlir dərsini keçir, gedir də, eyni müəllim, eyni şagird onu davamlı görmür. Amma ibtidai sinif şagirdlərinin artıq gözlərini açanda ana obrazı olaraq müəllimi görürlər və onlar üçün artıq davamlı o bir belə deyim də bir portretdir. Gözünün önündə canlanır davamlı. Və onun nə etdiyi onun üçün vacibdir. Görür ki, müəllim necə geyinir, o da gedir elə geyinir. Müəllim bunu eləyirsə bizə də olar. Yəni bizdə müəllimlərin indi geyimi çox abartılır da. Yəni bunu artıq ümumi olaraq hamı göz önünə gətirir, hamı bu haqqda danışır. Əslində düz vurğulayırlar. Müəllim olaraq geyimimizi elə formada etməliyik ki, indi siz müsahibəyə gedəndə məsələn əsasən gənc müəllimlərə deyirəm, çünki işləyən müəllimlər, sertifikasiyada olan müəllimlər bunu bilir. İllərdir o geyimlə davam edirlər işlərinə. Amma yeni işə qəbul olan müsahibəyə inşallah gedəcəksiniz. Onda görəsiniz. Yəni ağ sarışqa, sadə olaraq qara yubka, ütülü, diqqətli, tərtəmiz və təmiz kəsilmiş dırnaqlar, saç düzümünüz sadə, təmiz amma sadə. Gözəl görkəmli amma sadə. Yəni aşırı makiyaj, aşırı dırnaq belə şeylərə qəti. Müsahibədə çünki onlara çox fikir verirlər. Çünki siz şagirdin prototipisiz. Gedib orada oturacaqsınız və onlar sizdən nümunə götürəcək. Ona görə bunlar əsas vacibdir ki, mədəni davranışda. Həm geyimi, yəni elə müəllim də olur. Məsələn görmüşəm, valla evi məktəbə yaxındır deyə evdə elə necə yemək bişir belə də gəlir. Baxırsan ki, bilirsən ki, bu hansı yemək bişirib də, yəni. Ona görə belə şeylər də olmaz. Yəni həm səliqəli, təmiz, həm də ki sadə. Ona görə mədəni davranışa mütləq fikir verməliyik biz. Belə, Tünzadə müəllimə, sizlə hələlik daha yaxşı təkrarlayın, daha yaxşı öyrənin, mütləq. Çünki imtahana az qalır. Artıq demək olar ki, çox az qalır.
Kurikulumu biraz çətin qavrayıram. Amma ixtisasımı super qavrayıram. Hə, çalışın bunu da üzərində işləyin. Çünki ixtisasınız qədər vacibdir də, yəni yazmalısınız. Bağlı olaraq yenə də toplanır. Aha, indi keçək Nərgiz müəllimə sizə. Sual verə bilərəm indi sizə Nərgiz müəllimə? Bəli. Tamam. Gəlin birinci dəstəkləyici mühitdir, tələblərdir, yəni bunlardan danışacağıq. Sonra keçərik etik davranışa. Qarışıq da verə bilərəm, eyni situasiyada soruşulur çünki. Deməli, məsələn mən müəlliməm. Tutalım ki, mən davamlı olaraq görürsünüz ki, indi sizdən sual verəcəm də belə bir situasiya yaradım, daha yaxşı, rahat olsun. Məsələn, mən davamlı olaraq görürsünüz ki, indi Rəna müəllimə yoxdur burada, tutalım ki, onun adını çəkək. Davamlı Rəna müəllimə ilə məşğul oluram, davamlı ona suallar verirəm, onunla işləyirəm, digər müəllimlərə imkan vermirəm mikrofonlarını açsınlar və digər müəllimlərə fərqliliklə yanaşıram, fərqləndirirəm onları ki, olmaz, cavab verməyin. Yox, siz dayanın, sizə sonra sual verərəm, amma sual vermirəm. Bax, bu zaman mən hansı etik davranış qaydasını pozuram? Bərabər imkanların yaradılması. Aha, bəli. Bəs soruşsam ki, yox, etik davranış qaydası olaraq soruşsam başqa şey. Amma siz dediyiniz cavab düzdür, amma etik davranış olaraq deyil də. Siz dediyiniz tələbdir. Hansı tələbi pozuram desəm, düzdür, bərabər imkanların yaradılması. Bəs etik davranış olaraq desəm, ayrı seçkilik, bərabər imkan etik davranışlardan hansına aid idi? Fərqləndirmə, fərqlilik sözünün sinonimi. Necə yanaşıram? Fərqləndirmə sinonim olaraq. Qərəzli yanaşıram. Loyallıq. Ayrı seçkilik. Qərəzli. Qərəzsizlik. Bəli. Dəstələrimdə dəqiqlə bütün hər şey beynimdən silinibdi. Özünüzə şeylə format vermisiniz, sistemlərlə özünüzə. Beynimdə hər bir şey silinib, yenidən yükləməliyəm. Yükləyin, tez olun ki, imtahana az qalıb. Tez olun, İnşallah, mütləq bəli. yükləyin. Yaxşı. Onda sizi yormuram. Yaxşı. Sizdə indi bugün sisteminiz var, xəstələnmisiniz. Bugünlük sizə sadəcə dinləmə haqqı verirəm, amma gələn dəfədən yükləyin, polnu sürətlə gəlin. Oldumu? Bugün dinləyin. Yaxşı. Onda keçək başqa müəllimlərə. Aha, burada Sevil müəllimə var. Sevil müəllimə, buyurun. Mikrofonu açın. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Necəsiz? Yaxşı olasınız. Çox sağ olun. Sağ olun, yaxşılar. İndi Sevil müəllimə, keçək sizə tələblərdən birinci sual verəcəm. Sonra qarışıqda verəcəm etik davranışla tələblər eyni situasiyada. Deməli, baxın Sevil müəllimə, belə bir sual verim. Müəllim dərsə daxil olur və dərsə daxil olan zaman davamlı olaraq şagirdlərə mənfi enerji verir, mənfiləri onlardan alır, mənfi suallar verir və belə deyim də, məsələn, deyir ki, sizin sinifdən mən heç bir şey gözləmirəm. Bilirəm ki, sizdən adam olmayacaq. Yenə gəldim sizin sinifə. Siz məni çox yorursunuz. Davamlı olaraq belə deyim də, kobud ifadələrdən istifadə edir. Bax, bu kobud ifadələr həm etik davranış qaydası olaraq nədir, həm tələb olaraq nədir? Yəni mədəni davranışı pozur. Bəli, bəli. Kobud ifadələr mədəni davranışdır, düzdür. Bəs tələb olaraq? Tələb olaraq bu dediyiniz məsələn o şəxsiyyət yönümlülük onlardan deməliyəm, düzdürmü? Aha, onlardan bəli 9 dənə. Şəxsiyyət yönümlülüyü poza bilər? Yox, şəxsiyyət yönümlülük yox. Kobud ifadələr, şagirdlərin mənfini aşılamaq, onları davamlı olaraq yormaq, bezdirmək, tənqid etmək, bax bunları fikirləşin. Bayaq evdən nümunə göstərdim. Məsələn ki, evi ailədə. Fəaliyyətin stimullaşdırılması. Yox, stimullaşdırma yox, tələsməyin. Dəstəkləyici mühit. Bəli. Mühitin yaradılması. Bəli, dəstəkləyici mühit. Bəli. Baxın, belə fikirləşin də sərt ifadələrdən sizə kimsə işlətsə. Məsələn, gedirsiniz məktəbdə hansısa bir tutalım ki, yeni bir layihə fikirləşmisiniz beyninizdə, deyirsiniz ki, gedək bunu tez məktəb rəhbərliyinə təqdim edək, qoy bizim layihəni təsdiqləsin, gedib istifadə edək bunu. Məsələn də gedirsiniz rəhbərliyin heç otağına çatmamış başlayır kobudcasına danışır, belə bir kinli, mənfi ilə, kinlə elə danışır ki, siz ona salam da vermək istəmirsiniz.
Sizin üçün artıq o mühit pozuldu. Düzdür, bunlar bu tələblər sinifdə şagirdlər üçündür. Amma məsələn sizlə nümunə göstərdim də. Sağlam mənəvi psixoloji mühiti Bəli. pozur. Bəli, siz də heç ağzınızı açıb ona salam da vermək istəmirsiniz ki, nə layihəsi, bu salam verəcəm, mənim borçluq çıxardacaq. Ona görə dəstəkləyici mühit, kobud ifadələr, bəli, mədəni davranışdır. Amma kobud ifadələrlə yanaşı, davamlı olaraq mənfini aşılayır, davamlı olaraq kinli, əsəbi formada danışır, onda götürür Dəstəkləyici mühit. Bəli. Aydın. İndi belə bir sual verəcəm. Bax, məsələn mən tutalım ki, olub bir dəfə bax, mənim sinifimdə bir dəfə belə olub və qarşılığında şagirdim mənə bu cavab verib və bu da mənim üçün həqiqətən öyrədici oldu. Deməli, bir dəfə biz fonetik təhlil eləyirdik. Azərbaycan dili ibtidai müəllimləri bilər də, fonetik təhlil eləyirdik. Və fonetik təhlil 2-ci sinif uşağı üçün çətindir. Yəni onlar yeni-yeni öyrənir. Bu biraz onlar üçün yorucudur. Mən fonetik təhlil elədi, uşaq gətirdi, özünə hansı söz idi? Dəvədabanı sözü, yadımdadır hələ də. Dəvədabanını işlədilər, gətirdi bir uşaq mənə təqdim elədi. Dedim ki, get yenə işlə, təzədən işlə, səhvlərim var. Getdi uşaq oturdu, baxıram da diqqətlə onu izləyirəm ki, görüm o necə işləyəcək. Oturdu, izlədim, yazır, axtarır, başını qaşıyır, kitaba baxır, qurdalayır ki, bu uşaq nəyi səhv eləyib. Bilmədi axı ki, səhvi hardadır. Mən ona səhvini vurğulamadım. İşləmədi. Gətirdi təzədən mənə verir ki, ay müəllimə, heç olmasa bir dənə qırmızı xəttlə çəkərdiniz ki, səhvim haradır, gəlib onu işləyərdim də. Mən nə bilim burada səhvim nədir? Yəni ümumi bir dənə böyük bir sözdür və burada hər bir hərfin özünün çətin anları var da. Uşaq orada bilməlidir ki, saitin qarşılığı, saitin məna növləri, samitlərin qarşılığı, karı, cingiltisi, tənəffüsü, o bu. Dedi ki, ay müəllimə, mən burada tez yoruldum, eləyə bilmirəm. Siz mənə bir dənə xətt çəkin altından səhvimi, gedim onu işləyim. Bax, bu çox doğrudur. Uşaq bunu çox doğru vurğuladı. Əgər müəllim şagirdə səhvini doğru vurğulamırsa, şagirdə səhvini doğru göstərmirsə ki, o şagird həmin səhvin üzərində işləsin. Bax, bu hansı tələbin pozulmasıdır? Məncə şəxsiyyət yönümlülüyü ola bilər. Yox, şəxsiyyət yönümlülük deyil, başqası fikirləşin. Deyir ki, təhsil prosesinin səmərəliliyinin artırılması, şagirdlərin təlim marağının yüksəldilməsi üçün nailiyyətin izlənilməsi ilə dəyərləndirilməsi. Bəli. Bax, stimul özü nədir? Stimul istiqamət deməkdir də. Mən stimul verirəm, mən istiqamət verirəm. Stimul yəni rəy vermək. Bəli. Doğru rəy şagirdi müsbətə aparır. Yanlış rəy mənfi aparır. Və burada müəllim doğru rəy verməlidir ki, şagird o səhvini görsün, üzərində işləsin. Bax, məsələn, stimul yaransın. Bəli, stimul. Stimul da nədir? Bir həvəs, bir motivasiya. Şagird görür ki, burada səhv bilmir nədir. Elə eyni sözün üzərində yenidən işləyir. Vaxt gedir, digər uşaqlar 5-6 dənə söz işləyiblər, bu qalıb geridə. Bir sözün üstündə qalıb. Onun üçün də motivasiya düşür də, fikirləşir ki, bəs mən neyniyim, mən necə eləyim ki, yazım. Bax, bu stimullaşdırmadır. Bax, bir də belə bir situasiya olmuşdu ki, məsələn, birinci siniflərdə yeni-yeni olur, axı A-ları yazırlar, bir sıra böyük, A, bir sıra kiçik, ya onlar üçün də o zülümdür də, yəni elə bir ki, 5 ton yük daşıyırlar. Həqiqətən zülümdür. Yazmaları üçün biraz çətin olur da, bir dənəsini yaz, bezdirici olaraq çətin olur, yəni yaza bilirlər. Amma əl vərdişi üçün gərək onu çoxlu yazalar. Bax, bunu eləyən zamanda biz ən çox müəllimlər yəni bu səhvi eləyirik. Davamlı olaraq axtarırıq, səhvin altına xətt çəkirik. Elə səhvi vurğuluyuruq ki, səhvin budur. Düzdür, bizim üçün, bizim biliyimiz, bizim öyrəndiyimizə görə bu bizim üçün düzdür ki, uşaq səhvini görsün, səhvin üzərində işləsin. Amma ən çox mən bunu həm videolarda görmüşəm, tədris videolarında, həm də uşaqlardan da bu cavabı almışam ki, ay müəllim, o qırmızı rəng deyir qəşəngdir. Bir dənə birinci sinif uşağı mənə demişdi, qırmızı rəng deyir qəşəngdir, görün nə qəşəng canlı rəngdir. Siz deyin, niyə o pis səhvi deyir, onunla işarə edirsiniz. Siz qəşəngləri onunla işarə edin, o pis qoyun qalsın qıraqda. Həqiqətən bunu doğru dedi. O pisi, o səhvi niyə uşağın gözünə qoyuruq soğuqluq? Yəni, Allah, bax, bu səhvdir də, bunu gör, buna fikir ver. Düzlər qalır kölgədə. Uşaq da deyir ki, bəs əziyyət çəkirəm, mən düzləri yazıram. Bir dənə səhvi deyir, siz götürürsünüz, bütün düzlərini üzərinə qoyursunuz. Bax, bu da stimullaşdırmadır. Bu uşağın bəli, bu da stimullaşdırmadır. Çünki onu eləyəndə şagird stimuldan düşür. Amma tətbiq eləyəndə, yəni müəllim olmağın bir dənə o faydası var ki, müəllimlər şagirdlərdən də çox şey öyrənirlər. Məsələn, mən özüm uşaqlardan çox, onların hərəsinin bir dünyası, hərəsinin bir cavabı var deyə çox şey öyrənirəm. Yəni balacalarla işləyən deyirəm də, böyüklərlə biraz elə şeylərə çox fikir vermirlər. Aha.
İndiki uşaqlar özü də fərqlidir, çox inkişaf etdilər. Bəli, Bəzən çox elə olur ki, böyüklərdən də çox bilirlər. əlbəttə düşüncələri, məsləhətləri tamam başqadır onların və Bəli, yeni ağıllı nəsil məsləhətlər uşaqlar. də verirlər, çox ağıllı. Bəli, Yəni özlərini də müdafiə etməyin yolunu da bilirlər. Əziyyətlərini heç vaxt. Bizim yəni yaş bəli, dövrümüzdə bəli. elə deyildi. Biz Müəllim müdafiə eləmirdik. Müəllim deyəndə ki, səhvsən, oturub sakitcə vallahi dedik oturub ki, səhvdir. ağlayırdıq ki, Amma indiki yəqin. uşaqlara sübut eləmək olmaz. Deyir, mən səhv deyiləm müəllimə. Burada mən Bəli, doğru eləmişəm. bəli. Səhv Əgər olsa da özünü doğru, özünü belə deyək, müdafiə eləyir. bəli. Yəni mən də görürəm uşaqlar dərsdə elədilər. Əslində amma o Yəni sən onun yaxşıdır. boynuna qoya bilməzsən ki, sən səhvsən. Özgüvən, Uşaqlar özgüvən var da. Bizdə özgüvən yox idi. Yəni bəli, bizim bu da dövrümüzdə yaxşıdır. özgüvən yox idi. Mən öz uşaqlıq tədris dövrümdən danışıram ki, bizim Bəli, dövrümüzdə müəllimdən çox özgüvən yox idi. çəkinirdik biz. Bəli, müəllim gəlirdi, ağzına gələn deyirdi, bizi tənqid də eləyirdi, hələ bir təhqir də eləyirdi, susurduq, ağlayırdıq. Gəlib evdə deyəndə ki, bəs müəllimə bunu dedi. Anamız da birini eşitirirdi ki, axşam ataya deyəcəm. Ata da birini. İndiki müəllim elə şey eləyə bilər, o dəqiqə müəllimi şikayət eləyirlər. Hə, yəni ona görə indi uşaqlarda özgüvən çoxdur. Yəni müasir dövrdə əslində bu olmalıdır, çünki cəmiyyətimiz daxilində özgüvən olmayan uşaq, şagird, şəxsiyyət qalır kənarda. Bəli, bəli. Doğru. Sonra indi belə bir sual verəcəm sizə. Bax, məsələn, etik davranışdan verəcəm. Məsələn, mən müəllim olaraq şagirdlərə dərs keçən zaman qarışıq verirəm. Bax, ikisindən də. Tutalım ki, Novruz bayramı ərəfəsidir. Uşaqlar deyir ki, ay müəllim, bəs digər siniflər əsərlər səhnələşdirirlər, tamaşalar, kompozisiyalar hazırlayırlar. Gəlin biz də hazırlayaq. Mən də deyirəm ki, uşaqlar bu çox yorucudur, vaxt aparır. Gəlin ondan sonra çoxlu testlər işləyək. Bax, bu hansı etik davranış qaydasının pozulması və hansı pedaqoji tələbin pozulmasıdır? Tələsməyin, yəni fikirləşməyin. Düzdür, mən biraz üzrlü mən baxa bilməmişəm sizin izahlara da. Biraz başım qarışıq idi. İndi bax qoymuşam qabağıma bu şeyə baxıram mövzulara, kitabdan ki görüm. Yox, kitabda görməyəsiniz onu. Kitabda elə ancaq cümlə kimi verir. Yəni bəli, burada çətindir tapmaq. Gərək mütləq sizin videolara baxım. Orada baxa bilməmişəm. Hə, yaxşı. Sizə bu günlük loyallıq ola bilərmi müəllimə? Yox, baxın, gəlin açım situasiyanı. Pedaqoji tələb kimi şagird yönümlülük pozulur. Şagirdin elə bir tələbatını nəzərə almır da, marağını nəzərə almır. Etik davranış kimdə peşəkarlıq və fərdi məsuliyyət ola bilər? Aha, etik davranışı düz dediniz. Etik davranış əla. Amma tələb kimi şagird yönümlülük yox. Şagird yönümlülük o halda olar ki, şagirdin dərslə bağlı tələbatı, mövzu ilə bağlı. Baxaram bu şagirdin rəssamlığa mı marağı var, riyaziyyata mı? Bəli. Bax, onda hə, şagird yönümlülük olar. Amma şəxsiyyət yönümlülükdür burada. Milli bəşəri dəyər. Yadınıza düşdü, milli bəşəri dəyər. Şagird yönümlülük hansı halda olardı? Fatma müəllimə, baxın, məsələn, baxaram ki, şagirdin mövzunu işləyəndə daha çox rəsm üzrə marağı var. Marağı o hissədədir. Daha çox istəyir ki, rəsm çəksin, mövzunun rəssamlıq hissəsini özlərinə götürür və yaxud da ki, riyaziyyatçı daha aktivdir, istəyir ki, mövzuda nə misal məsələ var, özü həll eləsin. Yəni mövzu ilə bağlı, dərslə bağlı marağı. Şagirdə yönəlmiş tədris keçərəm. Bax, onda şagird yönümlülükdür. Amma burada milli bəşəri dəyərdir. Çünki müəllim şəxsiyyət yönümlülüyü yerinə yetirmir. Milli bəşəri dəyər formalaşdırmır da. Demir ki, uşaqlar Novruz bayramı bax buna görə vacibdir, bizim milli dəyərlərimizdir. Bunlardan danışmır. Fərdi məsuliyyətindən də boyun qaçırır. Yəni onun məsuliyyətidir ki, hər bir müəllim şagirdlərdə şəxsiyyət yönümlülüyü yəni belə deyim də öz üzərinə düşdüyü qədərilə şagirdlərdə formalaşdırmalıdır, amma bundan boyun qaçırır. Bax, bu da fərdi məsuliyyətdir. Peşəkarlıq və fərdi məsuliyyət. Aha. Deməli, bəs Sevil müəlliməm, desəm ki, sinifimizdə sağlamlıq məhdudiyyəti olan şagirdlər üçün ayrıca məktəbimizdə sağlamlıq məsuliyyəti belə deyim də, sağlamlığı üzrə fərqlilikləri olan hansısa bir problemlər olan şagirdlər var və bunlara, bu şagirdlərə əlavə məşğələlər keçirilir. Bu şagirdlər üçün fərdi olaraq dərslər keçirilir. Bax, bu zaman bu şagirdlərə hansı tələb yerinə yetirilir? Hansı tələb bu şagirdlərdə qorunur? İnklüzivlikdir müəllimə, inklüzivlik. Bəli, bu inklüzivlikdir, düzdür. İnklüzivlik əgər varsa, hansı tələb həyata keçirilir? İnklüzivliyi eləyirəmsə, hansı tələbi qoruyuram? Bax, bu da var ha. Bu düşür sualda. Yəni o şagirdləri həmin o biraz belə deyək, səhhətində problemi olan, biraz zəif olan uşaqları
biz elə bil ki, kənarda saxlamırıq. O biri Hı-hı. sağlam uşaqlarla bir bərabər tutmalıyıq ki, onlar Hı-hı. da sağlam uşaqlara baxıb daha çox cəhd eləsinlər, bir pillə daha yuxarı Bəli, çıxsınlar, geridə qalmasınlar, bəli, özlərini belə deyək, zəif hiss eləməsinlər, bəli. belə çarəsiz olmasınlar ki, biz heç nə bacarmırıq. Hı-hı. Daha fəal, daha belə deyək, onlara stimul verməliyik ki, sən də bacararsan. Yəni bu işin öhdəsindən bax gör, sən də gələ bilərsən. Yəni Bəli, onları dəstəkləyirik. çox İnklüzivlik düzdür. odur ki, o zəif uşaqları biz dəstəkləyib qabağa çəkməliyik ki, Bəli. onlar geridə qalmasınlar. Bəli, Yəni düşünsünlər ki, mən mən tək deyiləm. Həm də inklüziv siniflərdə bəli, özü kimi bir çox uşaqlar da görür. Evdə olanda amma elə bilir ki, təkdir. Pəncərədən baxır, hamı bəli, bəli. oynayır, gülür. Amma bu evdə təkdir. Amma inklüziv sinifdə özü ilə bərabər şəraitdə çox uşaq var. Yəni özü kimi olmasa belə fərqlilikləri olan uşaqlar olur və görür ki, tək mən deyiləm. O da elədi, amma o da öyrənir, o da cəhd edir. Bir növ belə deyim də sosiallaşmaqlarına da şərait yaradır. Sosiallaşır, bəli. Bax, Dəstək alır, kömək alır sağlam bəli. uşaqlardan. Yəni Bax, o özünü belə deyək, hı-hı, tam bir şəxsiyyət kimi hiss hı-hı. eləyə bilir ki, Bəli, bu istəyir. bu ictimaiyyətin mən də bir Vətəndaşdır. fərdiyəm. Mənim də bir faydam ola bilər, bəli. Bəli, mənim hüquqlarım var, mənim vəzifələrim var. Mhm. Ən əsas bunların artıq fərqində olur. Bu da olur Bəli. qərəzsizlik. Burada müəllim qərəzli yanaşma etmir. Yəni burada məktəb, cəmiyyət qərəzli yanaşma etmir. Həmin şagirdi qərəzli olaraq saxlamır kənarda, onlarla da məşğul olur və bərabər imkanları da qoruyub yaradır. Çünki digər şagirdlərlə bərabər tutur. Bax burada hər ikisi belə olacaq. Həm qərəzlilik yerinə yetirilir, qərəzli yanaşma olunur, həm də ki bərabər imkanlar yaradılır. Çünki digər, yəni sadə uşaqlar bunlara fərqli demək istəmirəm. Əslində normaldırlar bunlar. Sadəcə bir neçə problemləri var. Bax bu uşaqlarla hər gün gördüyümüz sadə tipli uşaqlar. Bax bir sinifdə olanda hər iki uşaq üçün bərabər imkan yaradılır. Müəllim hər ikisi eyni dərsi tədris edir. Düzdür, inklüziv siniflərdə biraz dərs keçəndə vaxt problemi olur, uzanır, planlar eyni olmur. Biraz çətinliklər olur. Differensial təlimdən danışacağıq. Bax bunlar olur. Amma yenə də eyni olaraq eyni məktəbin bir damı altında olurlar da, yəni bərabər dərs keçirilir. Sonra bir dənə Onlara xüsusi də deyə bilərik. Fərqli yox, bəlkə xüsusi uşaqlar deyə xüsusi bilərik. uşaqlar deyə bilərik. Bəli. Özəl uşaqlar. Sonra belə bir sual verəcəm sizə. Deməli, bax bizim ümumi təhsilimizdə məzmunun xüsusiyyətləri var. Bax məzmunumuz necə olmalıdır? Hansı xüsusiyyətləri, hansı şərtlər özündə daşımalıdır? Bu hansı dərsdəndir müəllimə? Elə bax bu dərsdir. Yəni eyni dərsdir, əvvəlindəkidir. Eyni dərsdir. Yəni effektiv davranış deyil, bu yox, bu tələblər dövlət standartlarının ilk mövzusunun, yəni ilk səhifəsidir. Orada var idi, biz deyirdik ki, məzmunun xüsusiyyətləri, idarə olunma, ümumi təhsilin məzmunu, ümumi təhsilin idarə olunması, bunlar deyirsiniz. Bəli. Sizin sualınız oldu nədir? Dövlət Baxın, standartı necə? məzmunun xüsusiyyətləri hansılardır? Məzmunumuz hansı xüsusiyyətləri daşımalıdır? Yəni məzmun deyəndə aklımda bu cümləni sizə. Məsələn, dərsi izah edirsiniz. Fərq yoxdur 7-ci sinif, 8-ci sinif, 11-ci sinif. Bax, izah etdiyiniz məzmun hansı xüsusiyyətləri özündə daşımalıdır ki, o xüsusiyyətlərdən kənara çıxmasın? Şagirdlər üçün o xüsusiyyətləri qorusun. Yəni fərdin, dövlətin, cəmiyyətin dövrə uyğun sosial sifarişini, maraq və tələbatlarını nəzərə alınması, bunlar da müəllimə. Təhsilçilərin yaşına, fizioloji, psixoloji xüsusiyyətlərinə uyğun olaraq, əqli və fiziki, mənəvi, estetik, bunları deməliyəm, düzdür? Bəli, bax bunlardır. Bunlar da belə düşə bilər, yəni sual. Bəli, bunlardan mütləq düşəcək ki, məzmunun xüsusiyyətlərinə aid deyil. Və yaxud da ki, aiddir və yaxud da ki, məzmun hansı xüsusiyyətləri özündə daşımalıdır. Yəni müəllim olaraq bilməliyik ki, bizim məsələn deyirəm də indi elə bir kitab almışam, tutalım uşaqlarıma əlavə vəsaitdir. Baxıram bu məzmunun xüsusiyyətlərindən tamam zidd şeylər var. Onların yaşına uyğun olmayan, onların tərbiyəsinə, tutalım ki, milli bəşəri dəyərimizə uyğun olmayan bir neçə şey var. Məsələn, keçən dəfə hardaydı? Bir kitabxanada baxdım. Kitabxana deyil də, yəni necə deyim, məktəblidir də, məktəb ləvazimatları satılan bir yerdir. Kitabın arxasına baxdım, yaş həddi var. Yaş həddi deməli 7 yaş üstüdür, amma orada tamam yəni biri o birisini vurur, bıçaqlayır, oynayırlar da. Hansısa bir oyunun, bu müasir dövrdə uşaqların oynadıqları bir oyunlar var, onların kitabıdır. Onların yəni o yaşda uyğun deyil oxunulması. Bax biz bunları deyirik ki, bəli, məzmun, yəni oxuduğumuz şeylər hansı
içərikdə olmalıdır, hansı şeylər özündə qorumalıdır. Bax, bizim ümumi milli bəşəri dəyərlərimiz var, bəşəri dəyərlərimiz var. Bax, bunlar özündə əks etdirməlidir. Yəni, dini olaraq biz deyirik ya, dünyəvi biz xüsusiyyətlərə malikik də ki, yalnız dərsdə, məzmunda dinçiliyi biz göstərmirik. Demirik ki, hansısa bir dinə məxsusluqsa, bax, o dinin bütün şeylərini biz tədrisdə də eləməliyik. Bax, belə bir şeyimiz yoxdur. Bizdə, məsələn, İran İslam Respublikasında var, hə, dövlət idarəçiliyinə din də daxildir. Dinlə idarə olunur dövlət, qaydaları da din burada seçir. Amma bizdə dünyəvi xalqlıqda, yəni biz bütün dinlərə hörmət edirik, bütün xalqlar, bütün ölkələr gəlib bizə rahatca yaşaya bilərlər. Yəni buna heç bir etirazımız yoxdur. Bax, bu həm də bizim məzmunumuza daxildir. Yəni dini olaraq biz abartmırıq, dini mövzumuza çox daxil eləmirik. Lazımi gələn mövzularda istifadə edirik, dinimizi tanıdırıq, amma ki, çox daxil eləmirik. Bax, bu birdir. Məsələn, şagirdlərin şagird yönümlülük deyir, yəni marağını. Çünki elə kitab, elə yaş səviyyəsi var ki, orada görürsünüz ki, məsələn, rəngli olaraq kitablarda şəkillər verilir, əlavə tapmacalar, şeirlər. Bax, bunlar da marağını əks etdirir də. Kitab tamamilə rəngsiz olanda uşağın yaşına görə özünü maraqlı saymır. Bir çox şeylər var. Yəni zərərli vərdişlərdən, zərərli söhbətlərdən danışılmamalıdır mövzularda. Sonra tərbiyəvi olaraq özünü göstərməlidir. Sonra məsələn elə bir vəziyyət olmalıdır ki, uşağın dramlar belə olur da, dram məsələləri. Orada da o şagirdin yaş həddinə uyğun olaraq psixoloji dramlar verilməlidir. Dayda üstün, dayda belə abartılan bir şey olmamalıdır. Bunlar hamısı məzmunun xüsusiyyətləridir. Yəni dərsdə keçirilən məzmun necə olmalıdır? İndi əlimizdə olan dövlət tədris vəsaiti var. Bax, bu məzmunlar burada qorunur. Amma ki, müəllim əlavə bir məzmunu, yəni genişləndirmək üçün əlavə bir vəsait alanda, bax, bunlara fikir verməlidir. Kitabda yaş həddi yazılır, arxasında ümumi bir məlumat yazılır, kitabda nədən bəhs edilir. Yəni əlavə almalıdır. Biz məsələn oxu saatı keçiririk, orada əlavə kitablar alınır. İndi balaca uşaqlarla nə alınır ki, balaca kitablardır da. Amma yenə də arxasında o yaş həddi var. Üstündəki şəkillərə aldanmaq olmur da. Yəni içərisində gəlib bir açıb vərəqləyəsən, söhbət nədən gedir? Bax, bunlar çox vacibdir ki, uşaqların psixologiyasını, yəni qorumaq naminə. Sonra, Sevil müəllim, sizlə hələlik sağollaşırıq, hələlik. Sağ olun. Amma yəni sizi bu dəfə yəni keçirəm. Yaxşı öyrənməmişəm. Deyirəm ki, həmişə yaxşı öyrənmişəm. İtiraf edirəm, baxmamışam müəllimə. Hə, bu dəfə keçirəm. Keçirəm, baxmamışsınız. Əvvəl baxanda iki cavab verirdi. İnşallah gələn dəfəyə bu mövzuları təkrarlayım. Gələn dəfəki mövzumuzda ümumi təkrar edəcəm. Bu dəfə mövzu genişdir deyə təkrara hələ vaxtımız qalmayacaq. Amma gələn dəfə mütləq təkrarlayın. İki mövzunda həm etik davranış, həm də tələbləri. Aha. Hələlik sizlə. Sevinç müəllimə, hər vaxtınız xeyir olsun. Sevinç müəllimə bugün qoşulub. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Hər birinizin. Hər birinizin. Çox sağ olun. Hər vaxtınız xeyir. Qoşula bildiniz axır ki. Bəli, bəli. Rövşənə məmə, olar mən dinləyim sadəcə. Yaxşı, bugün izah verirsiniz. Bugün inşallah davamlı qoşulacağam. İnşallah. Qoşulanda inşallah iştirak eləyərəm. Yaxşı. Yəni qulaq asıram, çox qəşəng izah edirsiniz. Sağ olun hər biriniz. Sağ olun. Tamam, yaxşı. Bugün qulaq asın. Bugün dinləyim mən. İlk gününüzdür də, indi sizə heç nə demirik, yaxşı. Oldu, hələ. Aysel müəllimə, sizlə başlayaq. Deməyin ki, mən bugün dinləyəcəm. Axşamınız xeyir. Axşamınız xeyir. Sual verə bilərəm sizə? Bəli, axırıncı bu 2 dənə mövzudan sual verirsiniz. Onları tam hələ öyrənməmişəm. Daha doğrusu bilirəm, sadəcə olaraq təkrarlamamışam. Amma əvvəlləri tamam başqa cür təkrarlamışam. Yəni dərinliklərinə gedə-gedə. Əla, super. Yaxşı, onda bugün bunlardan vereyim. Yəni yüngül verəcəm, narahat olmayın. Təkrarladığınız qədəriylə. Vaxtımız qalsa təkrar da qayıdarıq. Amma yeni dərsi də izah eləmək istəyirəm. İnşallah baxaq da verəcəm. Əvvəlki mövzulardan verirsiniz. Yəni onları heç qoşulmamışam daha doğrusu. Qoşula bilmirdim. Yaxşı, gəlin əvvəlkilərdən verim sizə. Əvvəlkilərdən verim, müəllimlərin də yadına düşsün. Mən şagird yönümlülüklə gedirəm də. Siz necə, mən də elə. Getdik. Tamam, başlayalım da ilk olaraq APED-i soruşacağım sizdən. APED nədir? İlk mövzu, bax, kurikulum nədir? Kurikulum nədir? Kurikulum konseptual sənətdir. Yəni şagirdlərin bilik, bacarıq
biliyinə, bacağına qoyulan dövlət tələbidir. Düz dedim müəllimə? Bu alt standartın cavabıdır. Amma Hə, belə hə, deyək də, qarşıladım. bilik bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Bu qiymətləndirməyə O də deyə bilərik. standartdır, bəli. Belə fikirləşək də, elə konseptual sənət Müəllimə, düz cavabdır. yadıma düşsün. Bəli, Konseptual konseptual sənət düz sənət. cavabdır. Bir də məzmun təşkil qiymətləndirmə sözü var idi. Məzmun idi, qiymətləndirmə, Bir də təşkil. bir də təşkili. Hə, məzmunu, qiymətləndirməsini və təşkilini o yadımda qalıbdı, hə. Ardıcılığı amma açıqlamışdı. qarışdırmayın. Birinci məzmun, sonra təşkil, sonra qiymətləndirmə. Qiymətləndirmə sonda. Sonra qiymətləndirmə. Bəli. Bəli, qiymətləndirmə də dövlət tələbidir. Bəli. Və Məzmun, yəni hansı mövzunu keçəcəyik? necə Təşkili odur ki, hansı strategiyalardan istifadə olunacaq, yəni hansı iş üsullarından istifadə etdiyimizdir. Qiymətləndirmə də sonda şagirdlərin əldə oluna biləcəyi nəticələri. Düzdür, bəli. Yaxşı, qiymətləndirmənin məktəb daxili qiymətləndirmənin neçə növü var? 3 növü var. Formativ qiymətləndirmə, summativ qiymətləndirmə, bir də beynəlxalq qiymətləndirmə. Yox. Beynəlxalq ümumi qiymətləndirməyə aiddir. Diaqnostik qiymət. Diaqnostik, bəli. Diaqnostik. İlin əvvəlində, dərsin əvvəlində, günün belə Dərsin əvvəlində əvvəlində. diaqnostik qiymətləndirmə aparılır. Yəni elə bil keçirilən mövzulardan şagirdlərin yaddaşında nə qalıb? Yəni diaqnostik qiymətləndirməyi keçirəndə biz hansı kurikulum prinsipini qoruyuruq? Kurikulum prinsipləri. Şagird yönümlülüyü müəllimə. Bəli, şagird yönümlülüyü, çünki şagirdlərin marağını nəzərə alırıq, onları tanıyırıq. Bəli, mən artıq Çünki onların yadında nə qalıb, nə qalmayıb, onu öyrənmək üçün. Və diaqnostik qiymətləndirmədə biz deyirik ki, şagirdlərə sizin üçün risk təşkil etmir. Bu nə deməkdir? Bunu elə belə soruşuram. Yəni məntiqinizə əsasən cavab verin. Bir də deyim müəllimə. Şagirdlərə əvvəldən deyirik ki, sizin üçün risk təşkil etmir. Nə deməkdir risk təşkil etmir? Yəni risk necə ola bilər? Kim bilir deyə bilər. Məntiqə əsasən cavablandırın. Yəni şagirdlər qorxmasın, çəkinməsin, o mənada müəllimə. O da olar, bəli. Baxın, belədir də. Qiymətləndirmə edirik. Nə üçün? Qiymət vermək üçün. Amma diaqnostikdə qiymətləndirmə olaraq şagirdin məktəbli jurnalına, məktəb kitabçasına daha doğrusu heç nə yazılmır. Yəni burada diaqnostik qiymət üçün deyil, diaqnostik tanımaq üçündür, diaqnoz qoymaq üçündür. Və mən diaqnostiki keçirəndə, ilin əvvəlində məsələn diaqnostik keçirirəm. Yay tətili bitib, şagird yeni gəlib də məktəbə. Hələ bilmir axı söhbət nədən gedir. Yəni bu uşaq 3 ay evdə yatıb, indi gəlib, nə bilsin ki, ilərində indi məşğul olmayan uşaq da var, məşğul olan da var. Unuda bilər. Və ilk gündən müəllim ondakı yanlışı görüb ona yanlış qiymət yazanda, yenilik necə başlayır, elə də gedir. Ona görə müəllim şagirdlərə əvvəlcədən vurğulayır ki, bu sizin üçün risk təşkil etmir. Yəni bilməsəniz də, yanlış cavablandırsanız da narahat olmayın. Mən sizi sadəcə tanımaq üçün qiymətləndirmə aparıram. Sizin bilik səviyyənizi yoxlamaq üçün. Düzdür, müəllim özündə qeyd edir, amma şagird jurnalında, şagirdlərin məktəbli kitabçasında qeyd eləmir. Ona görə risk təşkil etmir deyirik. Yəni siz də qiymətləndirməni keçirəndə diaqnostik. Bunu deyə bilərsiniz şagirdlərə ki, uşaqlar sizin üçün risk təşkil etmir. Yəni gündəlikdə evə getməyəcək bu qiymət. Bizdə uşaq o qədər azdır ki, müəllimə. Hər sinifdə demək olar ki, bir dənə uşaq var. Doğrudan, hansı məktəbdir ki ora? Bəli. Ucqar kəndlərdə keçirəm mən. Hansı rayonda? Dərsi. Samuğun Eldar kəndi var. Orada da Kəsəmən ən axırıncı kənddir. Dağın dibində də təsəvvür eləyin. Şagird azdır, yoxsa yaşayanlar azdır yəqin ona görə. 80 dənə ev var, bəli, yaşayan azdır. Ay vay. Bir dənəni də yığıb bir sinifə elə bir dəfəlik onun bir sinifinə getsinlər. Hər müəllim də bir dəfə getsin ora. İstərsin müəllimlər. Sayısı yoxdur. Hə, müəllimlər də orada saatları boş Bəli, qalır.
Sinifi, yəni hər fənin özünün müəllimi var orada. Amma keyfdir də, yəni orada oxuyan uşaqlar keyfdədirlər, sözün həqiqi mənasında. Keyfdədirlər, bəli. Uşaqlar o biraz yuxarı siniflərdə tamam azdır. Biraz deyəndə hardasa 2 dənə uşaq var da. 9-da 2 dənədir. Niyə deyirəm keyfdədir? Çünki bax bizdə Bakı məktəblərində bir sinifdə ən azı deyirəm 38 uşaq var. 20 uşaq bəlkə də, yəni hardasa görək ki, bir sinifdə 20 uşaq var, o da ki çox az sayılır. Yəni uşaq sayı burada çoxdur və ona görə də müəllim dərs keçəndə çətinlik yaşayır. O vaxtı bölüşdürmək var, səs-küy, sinifi idarə etmək. Amma az uşaqla rahatca dərsini keçir müəllim. Yəni bir dənə müəllim gəlir oturur bir uşaqla dərsini keçir. Elə bir hazırlıqdır da. Orada elə siniflər var, ən çoxunda 20-25 nəfər olar uzaqbaşı. Yox, o qədər yoxdur yəni. Amma yəni rahatdır. Müəllimlər üçün düzdür. Yorucu olur, yəni bezdirici olur da, istəyirlər çox uşaqın olsunlar, nəticə də yaxşı olsun. Amma yəni uşaqlar üçün çox yaxşıdır. İstifadə edə bilən uşaq olsa əladır ora. Yəni rayon məktəblərində ona görə həmişə nəticə yaxşı olur. Nəticə yaxşı olur, bəli. Sonra, APET-i dedik bayaq. APET-dən bir dənə danışaq. Elə ilk mövzudur. Bax, bu mövzuda APET sözünün anlamı. APET nə deməkdir? Baş hərfləri ilə. Ona nəzər yetirməmişəm mən. Nərgis müəllimə desin, əl qaldırdı. Mən aktuallığı, praktikliyi, effektivliyi, bir də davamlılığı. Bəli. Baş hərflərlə yadda saxlayın Aysel müəllimə. APET, aktuallıq A. Praktiklik, effektivlik, bəli, bir də davamlılıq. Baş hərfləri yuxarıdan aşağı gələndə olur APET. Bunu APET kimi deməkdə məqsəd odur ki, başqa variantların içərisində gələcək test fərqləndirəsiniz testdə. Qarışıq düşməsində baş hərflərini əzbərləyəndə artıq bilirik ki, APET nədir? Aktuallıq, praktiklik, effektivlik, davamlılıq. Bəs təhsilin formaları hansılardır? Formal, informal, bir də qeyri-formal. Qeyri-formal, bəli. Formal dövlət sənədinin verilməsi ilə başa çatan təhsilin formasıdır. İnformal özünü elə bil təhsil yoluna. Özünü təhsil yolu ilə, bəli. Yəni heç bir sənəd verilmir, heç bir Formal artıq dövlət sənədi verilmir. Bəli. Düzdür. Bəs təhsil alma formalarından hansı təhsil alma forması var idi ki, burada deyirdik ki, biz 21 gün məhdudiyyətimiz var. Stasionar təhsil idi. Bəli, stasionar. Stasionar necə idi? Uşaq elə bil ki, xəstəxanada 21 gündən artıq qalarsa və yaxud hər hansı bir hadisəyə görə ona xüsusi dərs keçirilir. Bəli, 21 gündən artıq həkim şəraitində müalicə olunan şagird varsa, 21 gündən sonra artıq buna həmin xəstəxanada müalicə aldığı dövrdə, yəni əgər yaxşı vəziyyətdədirsə, yəni eşidib, izah edir, başa düşürsə, yaxşı cavab verə bilirsə, həmin şagirdə stasionar təhsillə məşğul müəllim yönləndirilir, cədvəl quraşdırılır və dərslər keçirilir. Bax, bu olur stasionar təhsil alma forması. Bəs eksternal təhsil alma nə idi? Eksternal təhsil müəllimə. Orada fərdi şəkildə keçirilirdi. Yox. Məktəblərdə. Eksternal. Biz yadımdan çıxdı onu. Digər adı da var idi, sərbəst. Digər adı nə idi müəllimə? Sərbəst təhsil alma. Eksternal və ya sərbəst. Eksternatı belə fikirləşin də, vaxtından əvvəl bitirmək. Məsələn, məktəbdə ola bilər ki, 8-ci sinif şagirdi var. O qədər yaxşı bilir, o qədər savadlıdır, o qədər cəhddir ki, müəllim bunda bu fərqliliyi görür və imtahan götürür məktəb ondan. 8-dən 9-a keçmək əvəzinə 8-dən birbaşa 10-a keçir. Və yaxud da ki, 8-də yeni başlayıb 8-də oxumağa. Baxırlar, ilin əvvəlində diaqnostiklə bu çox yaxşı nəticə göstərir. İmtahan götürürlər, birbaşa 9-a keçirirlər. Da deyirlər 8-in proqramını buna keçmək istəyirlər. Bəli, vaxtından əvvəl təhsilini, belə deyim də, bitirir. Yaşları 8-də oxuyur, 9-da oxuyur. Vaxtından əvvəl bitirir də. Bir də ki, məsələn, müxtəlif səbəbdən təhsildən kənarda qalan şagirdlərə də tətbiq olunur müəyyən bir ildən sonra
təhsilini dondurur, məktəbdən attestatını ala bilmir hələ. Gedib təhsilini alır, attestatını alır. Və yaxud da ki, təhsilini alan zaman, bəli, bu da eksternatdır. Və yaxud da təhsilini alan zaman gedib xarici ölkədə məcbur olur, yaşayır, təhsilini dondurur. Bax, bu da eksternatdır. Sonra gəlib davam edir. Sonra, bəs hansı təhsil alma forması idi ki, biz deyirdik ki, 2 məqsədlə həyata keçirilir. Bunu hər dəfə bax, burada deyirik, 2 məqsədlə. 2 məqsədlə. Kim cavab verə bilsə, əlini qaldırar, soruşaram. 2 məqsədlə. Nərgiz müəllimə, buyurun. Evdə Fərdin deyirsiniz mən. Bəli, fərdi təhsilsizdir. Hansı məqsədlər idi onlar? Bax, deyir ya, 2 məqsəd. Hansı məqsəd idi onlar? O güclü şagirdi o idi mən. Biri güclü, biri zəif olan şagird. Bəli. Zəif şagirdi məqsədə çatdırmaq. Yəni, məqsəd nədir? Güclü şagird olmasa belə, orta səviyyə gətirib çatdıraq da, heç olmasa sinifdə qalacaq səviyyədədirsə bu uşaq, biraz bunu dəstəkləyək. Bir də var ki, güclü şagirdi hədəfə çatdırmaq. Bax, əgər mənim sinifimdə ola bilər ki, riyazi bacarığı, riyazi təfəkkürü yüksək şagird var və bunun hədəfi riyaziyyat olimpiyadalarıdır, məntiq olimpiyadalarıdır, məktəblər arası, ölkələr arası artır da getdikcə. Bunun məqsədi çox genişdir və baxıram, bunda bu potensial var. Və o uşaqla əlavə fərdi məşğul oluram ki, təbii ki, bu məktəblərdə keçirilən fərdidir, yəni repetitor deyil bu. Məktəblərdə əlavə bir saat salınır, məktəb rəhbərliyinin icazəsi ilə, çünki gedib məktəbi tanıdır da bu şagird. Əlavə məşğul olunur, bu da olur fərdi təhsil alma forması. Aydın oldu mu? Hər iki formada həyata keçirilir. Sonra Ayşə müəllimə, bəs bizdə var idi bir də deməli təhsilin pillələri, bir də bu pillələrin səviyyələri. Bax, peşə təhsili pilləsinin səviyyələri hansılardır? Peşə təhsilinin pillələri, səviyyələri. Peki ümumi təhsili deyim müəllimə. Deyin, onu deyin. Ümumi təhsilin məktəbə hazırlıq, ibtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil. Bəli, düzdür. Peşə təhsilində Sevin müəllimə. Aha, bəli. Sevin müəllimə desin, o peşə təhsilində məşğuldur. Görək nə deyir? Müəllimə, ilk peşə təhsili, texniki peşə təhsili, bir də yüksək peşə təhsili. Bəli, keçən dəfə özünüz dediniz, peşə ilə məşğul. Bəli, bizdə o sonradan biz əvvəl başqa elə bir ki, tək məktəb idi, sonra mərkəz ondan sonra bizdə artdı peşələr. Ona görə daha bunu daha dəqiq, elə bir ki, hardasa 2 ildir bizdə artıbdı. Mən də məzuniyyətdən təzə qayıtmışam, onları dəqiq öyrəndim, bəli müəllimə. Əla. Ondan bizə orta ixtisas təhsilinin səviyyələrini Afaq müəllimə siz deyin. Orta ixtisas təhsilinin səviyyəsi yoxdur. Əla. Bəs ali təhsilin səviyyələri? Ümumiyyətlə 5 təhsil pilləmiz var. Bir, məktəbə qədər təhsilin səviyyəsi yoxdur. Bir də orta ixtisas təhsilinin səviyyəsi yoxdur. Bəli. Ali təhsilində 3 səviyyəsi var. Bir dənə çox üzr istəyirəm Afaq müəllimə. Müəllimlər, kiminsə arxa tərəfdən səs gəlir, bilmirəm, televizor açıq, nəsə uğultu gəlir. Bir dənə onu olar bağlayın sonra. Hə, buyurun Afaq müəllimə. Bəli, ali təhsilində 3 səviyyəsi var müəlliməm. Hansılardır? Doktorantura. Aha. Bakalavriyat, magistratura, qarşı da edə bilərsiniz. Magistratura, magistratura, doktorantura, bakalavriyat, bəli. Düzdür, bəli. İndi bax, bu sualı verirəm, hamı cavab versin, hamı əlini qaldırsın, bir hamıdan soruşacağım. Yəni, əlinizi qaldırın da hamınız. Bildiniz, bilmədiniz, qaldırın. Görün, bilirsinizmi? Bax, bizə birinci Afaq müəllimə, siz mikrofonunuz açıqdır, deyin. Ümumi təhsil proqramlarına nələr daxildir? Ümumi təhsil proqramına fənlər üzrə kurikulumlar, tədris planı, dərsdənkənar məşğələlər, yəni fakultativ kurslar, bir də məktəbdən kənar təhsil proqramları. Bəli, düzdür. Baxın, 4 dənəsi, doğrudur. Siz əla. İndi keçək Aysel müəllimə sizə. Siz sayın, ümumi təhsildə nələr daxildir proqrama?
Mikrofonunuz bağlıdır Aysel müəllim. Dərsdən kənar məşğələlər, Mhm. fən kurikulumları, Mhm. məktəbdən kənar, bir də tədris planı. Düzdür, bəli. İndi Nərgiz müəllimə sayırsan. Dərsdən kənar məşğələlər, Mhm. Allah yadıma tuta Həyəcanlanmayın. Həyəcanlanmayın. Fənlər üzrə kurikulumlar. Yadımdan çıxdı, siz format olunmuşdunuz. Qaydacam inşallah hamısı gedir. İnşallah. Sistemlərin içində nəsə varsını format elədim. Ola bilər ki, o sistemlərdə nəsə var. İçinə qatıblar, sizi format eləyib. Demirsiniz də imtahana hazırlaşıram. Yaxşı, mən sayım qulaq asın. Fənlər üzrə kurikulumlar, dərsdən kənar məşğələlər, məktəbdən kənar təhsil proqramları, bir də tədris proqramları. Bax, bu 4 dənəni əzbərləyin. Çox xahiş edirəm, əzbər. İndi Sevil müəllimə siz deyin. Demək, ümumi təhsil proqramına aid olanlar, fənlər üzrə kurikulumlar, dərsdən kənar məşğələlər, məktəbdən kənar təhsil proqramları, bir də tədris planları. Əla. Əla. İndi keçək Tünzadə müəllimə. Siz də sayın. Dörd dənəsini qəşəng sayın. Mikrofonunuz bağlıdır amma. Tünzadə müəllimə. Telefonu tullayıb getmisiniz. Yaxşı, Tünzadə müəllimə. Aha. İndi baxaq müəllimlər. Bir dənə də son sualım var sizə. Deməli, bizə hərəniz iki dənə inteqrasiya nümunəsi qurun. Fərqi yoxdur. Fən daxili, fən üstüdür, fənlər arasıdır. Hərəniz iki dənə qurun öz ixtisasınızla. Birinci Aysel müəllimə qaldı. Aysel müəllimə sizdən başlayaq. İki dənə inteqrasiya istəyirəm. Birini müəllimə həyatla əlaqələndirə bilərəm. Məsəl üçün, dərsdə göy qurşağının rənglərini sadalayırıq və onu həyatla əlaqələndirib, misal üçün, yağışlı bir gündə göy qurşağının çıxdığını və onun rənglərinin necə olduğunu izah eləyə bilərəm. Digər bu fənn üstü idi, inteqrasiyaydı. Bir də var ki, bizim şaquli inteqrasiyamız, fənn daxili şaquli inteqrasiya. O da misal üçün 6-cı sinifdə rənglərin mənasını başa salırıq. Qırmızı rəngdən danışırıq və biz onu 3-cü sinifdə keçdiyimiz rənglərlə əlaqələndiririk. Düzdür, bəli, siniflərlə əlaqələndirdik, illər siniflər arasında, düzdür. Oldu inteqrasiya nümunələri, bəli. Bax, bu həyatla əlaqəli inteqrasiya var. Bunlar siz Aysel müəllimə ilə ixtisasda da izah edin. Çox xahiş edirəm. Təsvirici sənət hissəsində çox məzmun xəttlərində çaşır. Bax, bu inteqrasiya nümunələrində biraz çətinlikləri olur. Bunlar ixtisasda çox işləyin ondan. İnteqrasiyanı, bax, həyatla əlaqələndirməli çox inteqrasiya var. Çünki təsvirici sənət sırf həyatdır da, rənglərdir. Baxıram, onlarda çox çətinlik çəkir. Gəldi Tünzadə müəllimə, mikrofonu açdı. Üzrü sən başqa yer dedin. Oldu belə, dedim, tullayıb getmisiniz. Üzrü sən. Fənlər üzrə kurikulum, tədris planı, dərsdən kənar məşğələlər, başqa da nəsə var idi. Mən biləm bu qədər idi. 4 dənə. Bir də məktəbdən kənar. Bəli. 4 dənə. Bəli, bir də məktəbdən kənar. Baxın, Afaq müəllimə dedi, məktəbdən kənar təhsil proqramları. 4 dənə idi. İndi elə mikrofonu açmışkən 2 dənə də inteqrasiya siz qurun. Aysel müəllimə də buradan qulaq asır. İxtisasınız üzrə qurursunuz da, məzmun xəttləri üzrə. İnteqrasiya, fənn üstü, fənn daxili bunları deyirsiniz. Aha, bəli. Aysel müəllimə ixtisasdan dərs keçir Tünzadə müəllimə, ona görə Aysel müəlliməni deyirəm. Məsələn, heykəltaraşlıqdan deyə danışa bilərəm. Uşaqlara heykəltaraşlıq birinci sinifdə məsələn, başqa bir əsərin keçmişiksə, yuxarı sinifdə deyə bilərəm ki, başqa bir əsərin keçmişik. Tutaq ki, məsələn deyirəm də, Mirəli Mirqasımovun. Birinci sinifdə yoxdur, amma bəzi heykəltaraşlıq var da, Nizaminin məsələn heykəli var.
Sonra Bu hansı inteqrasiyadır? Fuad Əbdürrəhmanov, hə. Bu üfüqidir. Səhv eləmirəmsə. Yox, səhv edirsiniz. Üfüqi yox. Şaquli. Siniflər arası Şaquli. Siniflər arası Şaqulidir. Dərs mövzu arasında olanda o da üfüqidir. Bəli, məzmun xətlər arasında olsa düzdür, üfüqidir. Məzmun xətlərinizi də sayın, zəhmət olmazsa Tünzay müəllimə. Təsviri incəsənət və cəmiyyət, təsvir və yaradıcılıq, estetik reaksiya. Aytən müəllimə, dəyişiklik olub sizin məzmun xətlərində bu il? Xeyr müəllimə. Onda siz də sayın, zəhmət olmazsa. Cəmiyyət və təsviri sənət, təsviri və yaradıcılıq, estetik reaksiya. Bəli, düz. Çünki mən ixtisas olaraq hamının məzmun xəttini əzbər bilmirəm. Öz ixtisasımı. Əzbərləmişəm müəllimə. Allah. Tüzani müəllimə düz dedi, düzdür. Sadəcə biraz şübhəli deyir. Yəni ixtisas müəllimindən də istədim soruşum ki, görüm düzmü deyir. Aha, Tüzani müəllimə indi bir dənə göstərdiniz Şaqulidən, bir dənə də başqa inteqrasiya nümunəsi göstərin. Fənn üstü yoxsa fənlər arası? Fərqi yoxdur. Yəni Şaqulini fənn daxilini dediniz. İndi digərlərindən hansını istəyirsiniz? Fənn üstü deyə bilərəm ki, heykəltaraşlığa aid deyirəm də. İndi heykəl, məsələn, cürbəcür növ var. Çöldə təbiətdə olan heykəltaraşlıq nümunəsi başqa olur. Amma muzeydə saxlanan heykəltaraşlıq nümunəsi başqa olur. Yəni, onların tərkibi, materialı, yəni texnikası başqa cür olur. Material və texnika var bizdə. Bəli, təbiətdə küləyə, yağışa, toza dözümlülüyü var. Davamlı olur. Amma muzeydə saxlanılan tamam başqa cür olur heykəllər. Belə fərqli inteqrasiya yarada bilərəm. Bunları göstərəndə deyə bilərsiniz, küçədə bir heykəldi göstərib, muzeydə də keçən dəfə məsələn getmişdi uşaqlar. Baxın, onun görünüşü, onun rəng tonu, əl vurduğumuz məsələn materialı bundan fərqlidir. Səbəbi də budur ki, hə, təbiətlə muzeylər. Düzdür, maraqlıdır. Bunu hətta siniflər arası da, siniflər arası yox. Siniflər arası da eləyə bilərsiniz. Əgər mövzu olaraq keçmişsinizsə, materialların fərqi, rənglərin, tonların fərqi, o da heykəl üzərində danışa bilərsiniz. Fənlər arası da eləyə bilərəm. Necə? Burada texnologiya da var axı. Məsələn, heykəltaraşlıq dərsindən söhbət gedirsə, uşaqlara heykəllər aid deyə bilərəm ki, bir dənə plastilindən nəsə düzəldim. Bu da texnologiya dərsi ilə uyğunlaşdıra bilərəm ki, texnologiyada belə bir şey var. Düzdür, texnologiya təsvir incəsənətdən yaxın dərsdir, yaxın mövzudur. Əla. Aha. İndi keçək inteqrasiya nümunəsini bizə Sevil müəllimə desin. 2 dənə inteqrasiya nümunəsi. İxtisasınızla eləyə bilərsiniz. Bəli. Demək müəllimə, fənn arası da var. Fənn daxili gedirdi bizdə müəllimə. Fənn daxili. Bəli, fənn daxili məzmun xətləri ilə, bir də siniflərlə. Bəli. Burada elə bil ki, müəllimə, məsəl üçün biz bugün sifəti qrammatik qayda olaraq sifəti keçmişəm uşaqlara. Dünən ismi keçmişdim. İndi ismin quruluşçu növləri, sifətin quruluşçu növləri. Bunları qarşılaşdırırıq. Sifəti isimdən başqa hansı ayıran xüsusiyyətlər var? Məsələn, sifətin dərəcələri ola bilər, amma ismin dərəcəsi yoxdur. Bu mövzular arasında mən inteqrasiya edə bilərəm də müəllimə? Bəli. Əla, fərqləndirə bilərsiniz. Aha, bəli. Bu elə bir fənn daxili olan inteqrasiya idi. Bir də məsələn var fənlər arası. Məsəl üçün bugün klaster yaratmışıq. Təbiətdir mövzumuz. İngilis dilində ortaya yazırıq təbiət sözünün nature. İndi gəlin baxaq görək bu təbiət sözündən hansı sözləri biz əlaqələndirib şahələndirə bilərik. Yeni sözlər öyrənirik. Bildiyimiz sözləri təkrarlayırıq və təbiətə aid olan bütün sözləri uşaqlar bir-bir çıxır, orada yazır. Sözdən söz yaranır, klaster yaradırıq. Və təbiətdə biz artıq bunu biologiya fənnindən məsələn əlaqələndirə bilərik. Təbiətdə insan var. İnsandan məsələn insanla təbiətdən insan da daxildir. İnsanı da əlaqələndirə bilərik. Bu da elə biologiyada hansısa bir növləri.
Bəli. Yəni fiziki belə deyək, təbiət hadisələrini əgər biz əlaqələndiririk, bu artıq məsələn coğrafiyaya da yönələ bilərik, təbiətdə baş Meşədən verən hadisələr. danışanda heyvanlardan, bitkilərdən, hamısı təbiət. Bəli, zoologiya, aha, heyvanlar, bitkilərdən, biologiya, zoologiya heyvanlardan. Bəli. Yəni bax bu fənlərlə hamısını biz əlaqələndirə bilərik. Bu fənlər arası demək inteqrasiyadır bu. Qəşəng nümunələr idi. İndi keçək Afaq Məmməd sizə. İndi siz də 2 dənə nümunə göstərin. Müəllimə, məsələn, su dərsini keçirəmsə, fən üstü inteqrasiya ilə əlaqələndirə bilərik ki, biz təbiətdə sudan harda istifadə edirik, hansı məqsədlər üçün istifadə edirik. Bəli. Suyun Bir gün suyumuz kəsiləndə hansı bitər olur? Bax, onları izah eləməliyik. Bəli. Bəli, bu fən üstü inteqrasiyadır. Fən üst inteqrasiya. Fənlər arası məsələn biologiya ilə əlaqələndirə bilərik ki, biologiyada orqanizmin neçə faizi sudan ibarətdir, hansı bitkilərin tərkibində su miqdarı nə qədərdir, orada onu qeyd edirik. Bostan bitkilərində, qarpızda bu qədər, yemişdə bu qədər, 10%-lə çıxardırıq suyun hamısını. Yəni orada da müəyyən. Bu da fən arası inteqrasiyadır. Biologiya ilə. Fən daxili inteqrasiya həm şaquli, həm də üfüqi inteqrasiya. Şaquli inteqrasiya alt standartlar üzrə, siniflər üzrədir. Üfüqi inteqrasiyadakı məzmun xəttlərinə uyğun. Bəli. Məsələn, əgər biz su dərsini keçirik 9-cu sinifdə, məsəl üçün müəyyənləşdirə bilərik ki, 8-ci sinifdə biz oksidlər dərsində suyun tərkibini müəyyənləşdirmişdik, tərkibində hansı elementlərin olduğunu, əvvəlki siniflə müqayisə ediriksə, bu şaquli inteqrasiya olur. Üfüqi inteqrasiyada yenə su dərsidirsə, məsələn, su dərsindən sonra elektroliz dərsində də hətta suyun hansı kationu, anionu ayrıldığını keçməyimiz göstərilə bilər. Allah. Orada da yenidən su dərsi haqqında məlumat. Hər ixtisasda maraqlı şeylər öyrənəcəm, həqiqətən. Maraqlıdır hamısı nümunələr, həqiqətən maraqlıdır. Afaq Məmməd, siz özünüz mənə yazmışdınız ki, suallara məni çağırmayın, amma özünüz gördüm ki, dözə bilmədiniz. Hə, burada test yazıram. O qədər suallarım var. Yox, gördüm ki, maraqlı gedir. Dayandırdım ki, qoy sonra işləyərəm gecə. Xoşdur mənə. Sonra, deməli, baxın, sizdən bugünlük bu qədər mənimlə. Qəşəng cavablandırdınız, maraqlı dərsimiz oldu. Həqiqətən yarım saatda sizə hələ yormuşam. Amma istədim ki, qəşəng biraz əlavə suallar deyək. Düzdür, bu mövzumuz burada bitmir. Yenə də tələblərdir, etik davranış qaydalarıdır. Bax, bunlar mürəkkəb mövzudur da. Bunları davamlı soruşacağam və davamlı çalışın. Vaxt tapdıqca, bax, testləri qrupda biraz, yəni fərdi olanda işləmək testi rahat olur, amma qrupla mən sual da verirəm, sual-cavab prosesimizdə olur, test də işləmək lazımdır da. Ona görə testi öz öhdənizə buraxıram, amma o demək deyil ki, yəni testi işləməyək, vaxtımız olanda işləyərik, 2-3 testi yazılsın, sonra işləyərik, belə eləməyin. Yəni hər mövzunu çalışın, mövzunu oxudunuz, o dəqiqə testini işləyin. Çünki testi işləməsəniz, mövzu rahat oturmur beynində, həqiqətən elədir. Yəni mövzunu yaxşı öyrənmək istəyirsinizsə, o testdən nümunələr var, bax, onlar sizə çox kömək olur. Ona görə hər mövzunun testlərini işləyin və baxın da. Sanki beyində də məşq etdiririk də, o qədər insanda vərdiş halı yaranır. Düzdür, tamamilə düzdür. Və testi işlədikdə mövzuda nəyi bilmirik, bax, o da ortaya çıxır, ha. İşləyirsiniz, baxırsınız, hansısa sual səhvdir. Bu niyə səhvdir, bəs bunu oxumuşdum axı. Amma oxusanız belə görürsünüz ki, testdə onu səhv işləmişsiniz, bir də qayıdıb baxırsınız. Yəni, test işləməkdən həqiqətən çəkinməyin ki, vaxtım yoxdur, o, bu, bilirəm ki, Afaq mən bilirəm ki, testlə arası yaxşıdır. Məsələn, burada indi tanıdığım müəllimlər var da, bilirəm ki, Nərgiz müəllimə də test işləyəndir, Aysel müəllimə də işləyəndir, indi Sevil müəllimə ilə hələ ki test söhbətimiz olmayıb da. Amma çalışın, testi çox işləyin və mövzunu işlədikcə, oxuduqca özünüzlə bir
sual-cavab aparın da. Məsələn, testdə tutalım ki, 30 sualdır, 8 dənə məsələn deyirəm də səhviniz var. O 8 səhvi oxuyub bitirdiniz, təzədən qayıdın 8 səhvə. Gördünüz yox, onu yenə də başa düşmürsünüz. Varianta baxıb yenə də tutuşdura bilmirsiniz. Onu da atın mənə. Yəni çəkin ya vərəqinizi atın, ya qrupa atın. Çəkinməyin də. Yəni 15 dənə testdən 15 səhviniz də olsa atın. Ya mənə atın. Fərqi yoxdur. Hansı saatda olur olsun atın. O səhvlərə baxaq birlikdə. Çünki test işləməsəniz, yəni bu sual-cavab prosesi kömək olur. Amma test daha da kömək edən bir şeydir. Mən çalışacağam, yenə də bir dənə biraz istəyirəm hələ bir şeyə düşək, bir cığıra düşək. Bir müddət sonra test işləyərik də. Yəni davamlı istəmirəm eyni şey deyək, ancaq sual-cavab eləyək. Arada bir testdə işləyəcəyik. Açacağam ekranda testi, hər müəllim bir 5 dənə, 10 dənə sual oxuyacaq. Sadəcə biraz hələ istəyirəm hamı o reysə düşsün, hamı mövzularla bir qəşəng özünü qane eləyəcək şəkildə də, yəni elə belə yox. Hamı özünü bir sınasın, ondan sonra testlərdə işləyəcək. Amma mütləq özünüz işləyin. Hər mövzunun PDF-i atmışam da qrupunuza. Hər mövzunun açıq testini işləyin. Hamısını işləyə bilməsəniz də bir 50 sualdan bir 15 dənəsini, 20 dənəsini işləyin. Ən azından testdən məlumatınız olsun. Çünki bu biraz mövzu olaraq da deyirəm, elə mövzulardır ki, bunlar sırf testlə işlənməlidir. Mən sizə indi testi verəcəm. Baxın, verəcəm sizə evə və sizdən tələb edəcəm. Götürürsünüz evə. Yəni mövzu olaraq yeni mövzunu keçirik, amma evə verdiyim test indi bitirdiyimiz mövzudandır. Etik davranış qaydalarından 10 dənə test işləyirsiniz. Hamı qeyd eləsin özündə. Etik davranış qaydalarından 10 dənə test işləyirsiniz və dövlət standartlarından 25 dənə test işləyirsiniz. Bax, say olaraq konkret verirəm. 25-ə çatdınız, dayanın. 25-dən sonra açın etik davranışdan 1-dən başlayın, 10 dənə də oradan işləyin. Axıra qədər vermirəm. Çünki çox olanda bilirəm ki, işləyib qurtarmaq da çətin olur. Amma gördüyünüz vaxtınız var, əla, hamısını işləyin. Amma əsas mən sizdən tələb edəcəm etik davranış qaydalarından 25 dənə test, daha doğrusu etik davranış qaydalarından 10 dənə test, dövlət standartlarından 25 dənə test. Bax, bunları özüm qrupa da səs olaraq atacağım, hamı bilsin ki, yəni bu qədər işləməlisiniz. İşləyəndən sonra həftənin, bax, bu gün neçənci gündür? 4-dür. 6-cı gün sizdən dərsimiz olacaq. 6-cı gün saat 21, 59, 58-ə qədər, yəni 22:00-a çatmamış, atırsınız qrupa, müzakirə qrupuna. Ki 25 test bunu işlədim, məsələn 10 test bunu işlədim. Ondan 2 səhvim oldu, 25-dən 3 səhvim oldu. Yəni yazı şəklində, ya testin vərəqi şəklində atırsınız qrupa. Yəni bax, bu videonu kaydda eləyirəm, atacağım qrupa, hamı bilsin ki, yəni neçə test işləməlidir. Bax, bunları işləyirsiniz və yeni mövzu olaraq verirəm sizə 21-ci əsr bacarıqları. 21-ci əsr bacarıqlarının yanında isə biliyin növlərini verəcəm. Çünki niyə? 21-ci əsr bacarıqları bizim birinci mövzudan xəbərdar olduğumuz mövzudur. Kurikulum nədirdən. Sadəcə burada xırdalıqlar var. Bu xırdalıqları da öyrənmə rahatdır. Bu mövzu çox asandır, rahat mövzudur. Gündəlik istifadə etdiyimiz mövzulardandır. Biliyin növləri də ən bəsit mövzulardan biridir. Onun yanına qoşuram. Çünki kim biliyin növlərini oxuyur, deyir ki, ay məndə çox asandır, çox maraqlıdır. Yəni tək-tək xırda mövzular istəmirəm vaxt bitirək ki, mövzu çoxdur, vaxt azdır da. Ona görə verirəm evə 21-ci əsr bacarıqları, kitabda səhifə 23. Biliyin növləri, deməli, kitabda səhifə 39. Arada təfəkkür var, baxın müəllimlər. Təfəkkürü hələ keçmirik. Bilik keçəcəyik, taksonomiya keçəcəyik, sonra təfəkkür keçəcəyik. Ardıcıllıq kitabda düzgün verilməyib. İlk öncə insanda bir növ belə özünüzdən fikirləşin. Bir şeyi öyrənib bilik olaraq, loru olaraq deyirəm də sizə. Bilik olaraq beyninizdə canlandırmalısınız, sonra onu tətbiq eləməlisiniz. Ən sonunda təfəkkürə həkk eləməlisiniz, artıq dərinə həkk eləməlisiniz. Bax, ardıcıllıq belədir beynimizdə. Ona görə birinci biliyi keçirik. Evə götürdünüz 23-cü səhifədə 21-ci əsr bacarıqları qeyd eləyin. Daha sonra götürürsünüz biliyin növləri səhifə 39-da. Bu mövzunun ikisini oxuyursunuz. Bax, bu iki mövzu 6-cı günə hazır. Çünki asan mövzudur. Mövzunun izahını da göndərəcəm, rahat mövzulardır. Oxuyun sadəcə bu ikisini, videonu göndərəcəm, baxın. Amma test olaraq dərsiniz bitən kimi gedin, biraz dincəlin, sonra başlayın. İlk olaraq dövlət standartlarından 25 test işləyin, etik davranış qaydalarından 10 dənə test işləyin. İşləyən kimi də həmin dəqiqədə çəkib ata bilərsiniz ki, işlədim, bu qədər səhv çıxdı. Yəni dərsə az qalmışdı. Amma 20 ayın nəymiş? 6-cı günə qədər, 22:00-a qədər bu testləri çəkib atın, oldu mu? Ya qrupa, ya şəxsiyə, fərq eləmir. Kim atmasa, onu mən o testi ona dərsdən sonra saxlayıb, onu da uşaq kimi belə eləyək də, dərsdən sonra saxlayıb test işlədəcəm. Oldu mu? Necə? Oldu müəllimə, çox sağ olun. Sağ olun, Afaq müəllimə, hələlik.
Ayten mən heç eşitmədim. Deyirəm hansı dərsləri verdiniz, bir də onları deyin zəhmət olmasa. Eşitmədik bayaqdan da sizə eləyirəm. Deyirəm ki, etik davranış qaydalarından 10 test işləyirsiniz. Standartlardan 25 test işləyirsiniz. Bu ev tapşırığınızdır. Daha sonra 21-ci əsr bacarıqlarını oxuyursunuz. Bir də biliyin növlərini oxuyursunuz. Təfəkkür elə bil arada qalır. Təfəkkürü bəli dedim, arada qalır. Çünki insanda ardıcıl olaraq birinci bilik formalaşır, sonra taksonomiya, sonra təfəkkür. Ardıcıllıq belədir deyə asandan, sadədən keçirik. Təfəkkürü ortaya qoyublar, amma təfəkkür ən çətin olandır, ən sonda keçiriləcək. Deməli, götürürsünüz səhifə 23, mövzu səhifə 23-də, bir də 39-da. Belə, video izahda göndərəcəm sizə. Bax, bu danışdığım video kaydı göndərəcəm. Hamı həm dərsin yerini biləcək, həm də ki, mövzunu necə sual-cavab elədik onu. İnşallah gələn dərsə ayın, deməli, necəsidir bugün? 6-cı gündə, 6-cı gün 22:00-da görüşəcəyik. Görüşənə qədər bu mövzuları yaxşı-yaxşı mükəmməl öyrənin. İnşallah görüşəcəyik 22:00-da.